bir tərəfdə cəlladı olan, qan içəni olan, baş kəsəni olan, əzəni, vuranı, yıxanı, tutanı, bütün dünya, nə bilim, Fələstindən belə İsraili hədələyən, bütün dünya Hizbullahı yayan, terroru gətirən bir dövlət, bir hakimiyyət gəlir bir nəfərin qarşısında dayanır və deyir ki, biz bunu durdura bilmirik. Bunu durdurmanın bir yolu var, o da ölüm. Bu vəziyyətdə bizim şəhid Əmaniyə ən böyük xidmətimiz şəhid Əmanini bu günləri örnək kimi, şəhid Əmanini bir nümunə kimi, şəhid Əmanini bir siyasətçi kimi təqdim eləməkdir və ondan sonra yetişəcək nəslə şəhid Əmaninin yolu, şəhid Əmaninin düşüncələri, ideyaları, apardığı siyasi mübarizə xətti aşılanmalıdır. Əmaninin 2 dənə uşağı vardı. Biri Araz adında, oğlu var, qızı var, Dəniz. Ki, heç görmədi, görməyini, dünyaya gəlməsini gözü ilə görmədi. Hanımısı 3 ay boyu qarnında daşıyarkən artıq mühəndis Qulamız Əmani şəhid olmuşdur. Hər halda, yəni bu bir insandır ki, mən şəxsən özüm həmişə biləsindən öyrənmişəm. Həyatımdan doğrudan dərs almışam. Mübarizə simgəsi olubdur mühəndis Qulamız Əmani. Başlanıbdır yeni bir dalga dənizdən dedilər. Tapılıb bir yeni yol, bir yeni izdən dedilər. Sordum, əvvəl qədəmin faydası vəslində nədir? Sürünən topraq üzündə yara dizdən dedilər. Başqa bir sözlə dedim, başqa bir söz ilə deyim, hicri unutmaqdan ötür. Yeni əfsanələr ilə yeni sizdən dedilər. Axı mühəndis Əmani, sizdən mənə qalmayıb məcər. Məcər dünyasın bizim dünyadan ayırandan bu yana, yeri gəldikcə vücudunu özünlə duymamısınız. Hər gün neçə dönə könlümdə pıçıldayır. Axtarma bir ovuc torpağam indi. Vətən torpağına qarışmışam mən. Bütün dünya indi artıq İranda neçə millətin bir arada yaşadığını, bir ara İranda tayfələr var, bir ara qovmilər var deyən insanlar dahi, bugün İranda millətlər yaşayır və bu millətlərin də qədər birliği vardır. Amma bunlar öz qədərlərini özləri təyin etməlidirlər. Sözü artıq hər tərəfdə yayılır və deyilir. Türk millət əsl bir millət deyil. Mən Türk millətini heç bir zaman əsl bir millət görməmişəm və görmürəm də. İran denilən ölkədə, İran denilən dövlətdə deyək ölkədə 1000 illik Türklər hakimiyyət qurublar. Türklər dünyanı idarə ediblər. Ona görə bu Türk millətinin əsir adlandırılması mənə biraz zor gəlir. Heç də xoşuma da gəlmir. Şəhid Əmaninin adı gələndə, onun qəhrəmanlığı və onun o qədər şəhadəti mübarizə sahəsində insanları heyrətə salır. Mənim bir Azərbaycanlı olaraq doğrudan iftixar duyuyorum. Belə bir insanımız mübarizə sahəsində şəhid olub. Yəni təhsin gözündən baxıyorum bu insana. Mən doğrudan şəhid Əmaninin qarşısında baş əyib, ona təhsin gözündən baxıyorum. Onun yoldaşlarına, o ilanı daşıyan insanlara hamısına başlarlığı deyirəm. Yaşasın Azərbaycan, yaşasın mübarizəmiz. Sağ olun.